Axır zamandakı dinsizliyin gücü səbəbindən Həzrəti Mehdi əleyhissalam ilk zamanlar mübarizəsini gizli şəkildə aparacaqdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərində Həzrəti Mehdi əleyhissalamın xalq tərəfindən tanınmadığı dövrlərdə fəaliyyətlərini gizli şəkildə həyata keçirəcəyi bildirmişdir. Bunun ən önəmli səbəblərindən biri isə Həzrəti Mehdi əleyhissalamın ortaya çıxdığı dövrdə dinsizliyin təsirinin və əxlaqi degenerasiyanın çox ciddi həddə çatmış olmasıdır. İnkar edənlərin din əxlaqına və inananlara qarşı düşmənçilik bəslədikləri, bu yöndə gizli və açıq şəkildə fəaliyyət göstərdikləri çox çətin dövrdə Həzrəti Mehdi əleyhissalam ortaya çıxmayacaq və insanlar tərəfindən tanınmayacaqdır. Həzrəti Mehdi əleyhissalamın ilk dövrlərdə fəaliyyətlərini insanlardan gizlənərək həyata keçirəcəyi hədislərdə belə bildirilmişdir. Həzrəti Mehdi əleyhissalam gecələri ibadətlə məşğul olub, gündüzləri gizli olacaq. Nəçül Bəlağədən İnananların əfəndisi dedi ki, o insanlardan gizlənərkən iz axtaranlar axtarsalar belə, onun ayaq izlərini görə bilməzlər. Bu dövrdə Həzrəti Mehdi əleyhissalam cəmaat arasına çox çıxmayacaq, çox az sayda insanla görüşəcəkdir. Bu əmrin sahibi Həzrəti Mehdi əleyhissalam mütləq qeybə çəkiləcək və qeyb dövründə mütləq xalqdan uzaqlaşacaqdır. Həzrəti Hüseyin İbn Əli əleyhissalam belə buyurur: Həzrəti Mehdi əleyhissalam bir müddət gözlərdən itəcəkdir. Belə bir dövrdə Həzrəti Mehdi əleyhissalamın insanlardan gizli qalması və tanınmaması onun Allahın izni ilə inkar edənlərin hücumlarından qorunmasına və fəaliyyətlərini daha asan şəkildə edə bilməsinə səbəb olacaqdır. Amma Allah onlara qarşı zülm, cəfa və əziyyət səbəbi ilə onu, Həzrəti Mehdi əleyhissalamı xalqdan gizlədəcəkdir.